Prestij Park yaşayış kompleksi 8 noyabr metrosu Nəsimi rayonu Yaşıl Ada uşaq bağçasının yanında. Mənzil çox gözəl mənzildir. Keçən mənzilin təqdimatına. Zal hissəsinə təqdimata başladım. Dəyərli izləyicilərimiz, mənzildə nə görürsə mənzil üzərində veriləcək. Gördüyünüz kimi təptəzə bir mənzildir. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Çamaşırxanasına kimi 2 dənə sanuzel, döşəmə qranit istipol, 140 kvadrat metr ümumi sahə, 17 mərtəbəli bina, mənzil yerləşir 11-ci mərtəbəsində. Qeyd edim ki, Prestij Park şəhərdə sayılıb seçilən komplekslərdən biridir. Qranit olan hissələrin hamısı istipoldur. Mənzil bütün mebellər və elektronikalarla təmin olunub. Bir daha qeyd edirəm, 17 mərtəbəli premium MTK-nın yerləşir mənzil 11-ci mərtəbəsində. Mətbəx hissəsinə baxın, çox gözəl bir mənzildir. Geniş mətbəx hissəsinə, geniş hola və otaqlara malikdir. Mən hal-hazırda mətbəx hissə təqdim edirəm. Keçən mənzilin yataq hissələrində sizə təqdim edirəm. Mənzilə heç bir əşya almağa ehtiyac yoxdur. Mənzil demək olar ki, tam təmirli və əşyalı təhvil veriləcək. Mənzilimiz 17-nin 11-də 140 kvadrat qanuni 3 otaqdır. Tam təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Prestij Park yaşayış kompleksində yerləşir. Nəsimi rayonu 8 noyabr metrosunun yaxınlığı. Yaşıl Ada uşaq bağçasının yanı. Mənzilimizin master room daxilində olan sanuzelini sizə təqdim edirəm. Qeyd edim ki, master room daxilində özünə məxsus olan paltar qardırobu da mövcuddur. Buyurun, onu da sizə təqdim edeyim. Mənzilin proyekti çox əladır, həqiqətən almağa dəyər. Mənzilin qiyməti rəy yazan müştərilərə göndəriləcək. Bizi izlədiyiniz üçün təşəkkürlər.